Sağlam Radioda hər səhər sağlam ruh, sağlam bədən haqqında danışırıq. Sağlam səhər, həyata sağlam baxış. Sabahınız xeyir olsun dostlar, gününüz aydın olsun. Sağlam Radyo 93 FM'de yeniden birlikteyiz dostlar. Sağlam səhər efirdədir və bugün olduqca maraqlı bir mövzunu müzakirə edəcək. Bəlkə də diqqətimizdən qaçırdığımız bir mövzudan danışacaq. Ətraf mühit faktorlarının sağlamlığa təsirindən danışacaq. Çünki sağlamlıq sadəcə bizim qidalanmamız və yaxud da qəbul etdiyimiz vitaminlər deyil, aldığımız bir havada, içdiyimiz suda mütləq şəkildə bizim sağlamlığımıza təsir edir. Siz də bizə qoşula bilərsiniz dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Qonağımız ictimai səhiyyə mütəxəssisi Samir Əfəndiyevdir. Sabahınız xeyir olsun Samir müəllim, xoş gəlmisiniz. Samir müəllim, ilk olaraq istərdim ki, sağlam ətraf mühit hüququ nədir? Biraz o haqda danışaq. Bəli, sağlam ətraf mühit hüququ insan sağlamlığını təmin edən ekoloji sistemləri qorunmaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlam hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədardır. Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirləri ictimai əlaqəli və müdafiə təmin etmək vəzifəsi yaradır. Sağlam ətraf mühit hüququ, iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquq presedentlərin müəyyən edilməsi üçün mühüm hüququ olmuşdur. Yeni minillikdə ekoloji təraziliyini qorunub saxlaması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşər problemə çevrilmişdir. Dünyada demoqrafik artımı, yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahat doğuran məsələlər ətraf mühit bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişaf, yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modellərindən inkişafın formalaşdırması hesabına ola bilər. Bu kontekstdə hal-hazırda əsas prioritetlər davamlı inkişafın məqsədlərinin reallaşdırması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir. Səbəb ümumiyyətlə ətraf mühit insanların yəni həyatında hansı rolu oynayır? Nə dərəcədə rol oynayır ətraf mühit? Ətraf mühitin insanların həyatında mühüm rol oynayan bir amildir. Və bu mühitin təsirlərin insanların sağlamlığına birbaşa təsir edir. Təmiz hava, su və torpaq sağlığımız üçün əsas şərtləndirilir. Lakin müasir dövrdə ətraf mühitin faktorları ilə əlaqədar müxtəlif təkliflər və çətinliklər ortaya çıxmışdırlar. Təşəkkür edirəm Samir müəllim. Dostlar, siz də bizə qoşula bilərsiniz. Bizim WhatsApp nömrəmizə suallarınızı yaza bilərsiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Biz ətraf mühit faktorlarından danışanda mütləq hava çirkliliyi məsələsinə də düşünürəm ki, toxunmalıyıq Samir müəllim. Hava çirkliliyi nədir və bizim sağlamlığımıza hava çirkliliyi necə təsir edir? Hava çirkliyi müasir şəhərlərdə geniş yayılmış bir problemdir.
və bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Hava çirkliyi əsasən sənaye tullantıların, avtomobil egzozların və digər mənbələrdən yaranan zərərli maddələrin havaya qarışması nəticəsində meydana gəlir. Bir də danışım sağlamlığın necə təsir var hava çirkliyi? Bəli, hava çirkliyi bizim sağlamlığımıza necə təsir edir? Uzun müddətli hava çirkliyinin qarşılaması nəfəs yollarının xəstəliklərə, məsələn, asma, bronxit, ürək xəstəliklərinə və hərçəngə səbəb ola bilər. Ayrıca, hava çirkliyi körpələrə və yaşlılara daha ciddi sağlamlıq problemlərə yol aça bilər. Hava çirkliyinin necə qarşısını almaq olar? Hava çirkliyini azaltmaq üçün təmiz enerji mənbələrdən istifadə, daha yaxşı nəqliyyat sistemləri və ətraf mühitin qanunvericiliyi gücləndirməsi kimi tədbirlər görünməlidir. Çox təşəkkür edirəm Samir müəllim. Dostlar, qısa bir fasiləmiz olacaq. Diqqətiniz bizdə olsun. Mövzumuz davam edir. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Qoşulun siz efirə və suallarınız varsa, suallarınızı yazıb əlbəttə ki göndərə bilərsiniz. Çünki ətraf mühit faktorlarının sağlamlığa təsirindən danışırıq biz dostlar. Müzakirəmizdə iştirak edin. Sizi narahat edən, sizi maraqlandıran hər bir sualı da yazıb göndərə bilərsiniz. Salğanı dəyişməyin. 93 FM-də qısa bir fasilədən sonra eşidiləcək dostlar. Sağlam səhərdə sağlam həyatın dadını tapın. Biz efirdəyik dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizi siz də bizə qoşula bilərsiniz. Suallarınızı göndərə bilərsiniz. Çünki ətrafımızdakı hər bir detal bizim sağlamlığımıza təsir edir və bu detalları birgə araşdırmağa davam edəcək. Ətraf mühit faktorlarının sağlamlığa təsirindən ictimai səhiyyə mütəxəssisi Samir Əfəndiyev danışır. Siz də qoşulun suallarınızı Samir müəllimə ünvanlaya bilərsiniz. Samir müəllim, biz ətraf mühit hüququndan da danışdıq. Hava çirkliyinin hətta sağlamlığa təsirindən də sırada artıq su çirkliliyidir və mən istərdim ki, bizə su çirkliliyi haqqında və su çirkliliyinin sağlamlığımıza necə təsir etdiyi haqqında danışasınız. Təmiz suya çıxış sağlamlıq üçün həyatə əhəmiyyətli malikdir. Su çirkliliyi təbii su mənbələrində zərərli maddələrin və patogenlərin olması ilə xarakterizə olunur. Məsələn, kənd təsərrüfatı praktikası düzgün aparmayında, pestisidləri düzgün istifadə eləməyəndə, pestisidlər yeraltı sulara çatırlar, onları çirklənirlər və yeraltı suların vasitəsilə içməli su mənbələri çirklənirlər. Bu sağlamlıq üçün çox mənfi təsir göstərir və insan sağlığına çox təhlükəlidir. Sağlığına necə təsirləri göstərə bilər? Çirkli suyun istifadəsi müxtəlif infeksion xəstəlikləri, məsələn, xolera, hepatit yayılmasına səbəb ola bilər. Su çirkliyinin həmçinin uzun müddətli istifadə edilməsi xronik xəstəliklərə, məsələn, hərçəng, böyrək problemlərə səbəb ola bilər. Buyurun Samir müəllim. Necə bunun qarşısını almaq olar? Bir neçə tədbirlər görmək olar. Bu su təmizləyən texnologiyaların tətbiqi, suyun mütəmadi yoxlaması və sənaye tullantıların düzgün idarə edilməsi. Bu tədbirlərə görə suyun çirkləməyini azaltmaq mümkündür. Torpaq çirkliyi nədir Samir müəllim və torpaq çirkliyinin sağlamlığımıza təsiri nədən ibarətdir? Torpaq çirkliyi kimyəvi maddələrin, pestisidlərin, yenə kənd təsərrüfatında pestisidlərin və digər zərərli maddələrin torpağa qarışması ilə yaranır. Məsələn, yenə mən qayıtmaq istəyirəm kənd təsərrüfatı, pestisidləri düzgün istifadə eləməyəndə o çirklənir, torpaq çirklənir və bunun necə sağlamlığa üzrə təsirləri var. Torpaq çirkliyinin kənd təsərrüfatı məhsullarda zərərli maddələrin toplanmasına səbəb ola bilər. Bu da insan orqanizminə daxil olduqda müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Məsələn, ağır metalları çirklənmiş torpaq insanlarda nevroloji və digər xəstəliklərə səbəb ola bilər.
Bunun qarşısını necə almaq olar? Torpaq çirkliyinin qarşısını almaq üçün ekoloji kənd təsərrüfatı praktikanı tətbiq etmək və kimyəvi maddələrin düzgün idarə edilməsi zəruridir. Təşəkkür edirəm Samir müəllim. Dostlar, siz də yazın 055 93 490 93. Bizim WhatsApp nömrəmizdir. Müzakirəmizdə iştirak edə bilərsiniz. Suallarınızı ünvanlaya bilərsiniz Samir müəllimə. Çünki nəfəs aldığımız havanın və içdiyimiz suyun, üzərində gəzdiyimiz torpağın hər birinin bizim sağlamlığımız üçün, bizim həyatımız üçün çox böyük önəmi var və bütün bunların içində səs çirkliyini də unutmaq olmaz. Səs çirkliyi nədir və səs çirkliyi sağlamlığa necə təsir edir? Səs çirkliyi müasir şəhərlərdə geniş yayılmış bir problemdir və çox vaxt təmizlik, sənaye fəaliyyəti və nəqliyyat vasitələrdən yaranır. Sağlamlıq üzrə necə təsirləri var? Uzun müddətli səs çirkliyi ilə qarşılaşmaq, stres, yuxusuzluq, ürək xəstəlikləri və eşitmə problemlərinə səbəb ola bilər. Səs çirkliyi həmçinin psixoloji narahatlıq və emosional stresə yol aça bilər. Bunun qarşısını necə almaq olar? Səs çirkliyinin qarşısını almaq üçün səs izolyasiyasını artmaq lazımdır və şəhər planlaşdırmasında səs səviyyələrini nəzərə almaq mütləq lazımdır və səs keçirməyən materiallardan istifadə etmək lazımdır. Mən bir də əlavə etmək istəyirəm. Məsələn, magistral yolların, magistral yolda olması, intensiv hərəkət olan yolun yanında tikilən binalarda o binaların sakinləri həm də hava çirkliyinin, həm də səs çirkliyinə məruz qalırlar. Ona görə şəhər planlaşdırılanda bu məqamları mütləq nəzərə almaq lazımdır. Temperatur bizim orqanizmimizə necə təsir edir Samir müəllim? Temperatur mühüm bir limitləşdirici faktordan hesab olunur. Temperatur daim təsir göstərən faktor sayılır. Onun kəmiyyətçi göstərəci geniş geografi, mövsumu və sutkalıq müxtəlifi ilə seçilir. Belə ki, səhrada, qum səthində temperatur 60 dərəcə qalxa bilər. Şərqin Sibirə isə məsələ hava minimum temperaturu -70 dərəcə düşə bilər. Ümumiyyətlə +50, -50 temperatur diapazonunda biosferdə temperaturun şəraitində fundamental xarakteristikasını hesab olunur. İstilik streslər məsələ hava ilə bağlı ölümlərin əsas səbəblərindən biridir və ürək-damar xəstəliklərin, diabet, psixi sağlamlıq, asma və digər daxil olmaqla əsas xəstəlikləri şiddətləndirə bilən və bədbaxt hadisələrə və bəzi yoxulucu xəstəliklərə ötürülməsinə risk artıra bilər. Təşəkkür edirəm Samir müəllim. Yanğınların ekoloji faktor kimi hansı təsirləri var bəs? Yanğın mülayim zonanın meşə və bozqır regionlarda və tropika rayonlarda quraqlıq mövzusunda xüsusilə böyük rol oynayır. ABŞ-ın qərb və cənub-qərb rayonlarda əksəriyyətində son 50 ildə yanğından hadisə baş verməyən böyük bir sahə tapmaq mümkün deyil. Sibir və uzaq şərq regionlarda qarışan meşələrin gövdəsi yanmasına ağaca təsadüf edilmir. Yanğın təbii baş verməsi səbəb olan çox vaxt ildırım vurulmasıdır olur. Şimali Amerikada hinduların və preriyaların qəsdən yandırılmışdılar. Deməli, insan hələ ətraf mühitin güclü dəyişməsindən çox əvvəl yanğınları limitləşdirici faktor kimi olmuşdu. Ekoloji təsirindən görə üst və alt yanğınlar ayrılır. Üst yanğınlar zamanı çox vaxt bitki örtüyü və heyvanat aləmi tamamilə məhv edilir
və əksəriyyət orqanizmlərə limitləşdirici təsir göstərir. Alt yadınları əksəriyyətdən seçici təsir göstərir. Orqanizmdən oda qarşı adaptasiyasına, inkişafını köməklik göstərir. Samir müəllim, davamlı inkişaf, iqlim dəyişikliyi və sağlamlıq dedikdə əslində nə nəzərdə tutulur? İqlim dəyişikliyi qlobal birliyin üzləşdiyi ən mürəkkəb, çoxşərli və ciddi təhdidlərdən biridir. Bu təhlükəyə cavab vermək, davamlı inkişafa və qlobal ədalətə nail olmaq, həssaslıq mübarizə və dayanıqlı yaradılması, inkişafda olan iqtisadiyyatlar, yoxsulluq azadılması və sosial problemlərinin həlli və uşaqlarımıza ötürmək istədiyimiz bir dünya qorumağı aktual problemlərdən həlli ilə ayrılmaz şəkildə bağlıdır. Çox saylı məlumatlar sübut göstərirlər ki, insan fəaliyyətlərini iqlimə qlobal təsir edir və bunun da insanın sağlamlığa ciddi təsiri var. Yəni iqlim dəyişikliyi və sağlamlığın perspektivləri nədir və iqlim dəyişikliyi reallıqdır, bəs qlobal vəziyyət necədir Samir müəllim? İqlim dəyişikliyində deməli sağlamlıq sistemə bir neçə tədbirlər görmək lazımdır. Bu tədbirlər nədən ibarətdir? İqlim dəyişməsi reaksiyasını verməklə ictimai sağlamlıq təhlükəsini təmin etmək zərurətinə şüarlandırılması, İqlim dəyişikliklərin yaratdığı təhlükələrə qarşı ictimai səhiyyə sisteminin gücləndirməsi, ictimai sağlamlıqla əlaqədar fövqəladə hallarla mübarizə aparılması üçün potensial yaratmaq, sağlamlıq təbliğ tədbirlərini hazırlanması. Təşəkkür edirəm Samir müəllim. Dostlar, siz də bizə qoşulun 05593 490 93, odur ki, suallarınızı yazıb bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. İqlim dəyişikliyi reallıqdır, bəs qlobal vəziyyət necədir Samir müəllim? Tropiklərdən Arktikaya qədər iqlimə və hava insan həyatına bilavasitə və dolayı yolu ilə güclü təsir göstərir. Ekstremal meteoroloji hadisələr, aid şiddətli yağış, daşqınlar və 2005-ci ildə avqust ayında ABŞ-ın New Orleans dağılmış Katrina qasırğası kimi təbii fəlakətlər insanların sağlamlığa təhlükə altına qoyurlar. Siz də bizə qoşulun dostlar, suallarınızı yazıb göndərə bilərsiniz. Mövcud vəziyyət ümumiyyətlə necə analiz edərdi Samir müəllim? Mövcud vəziyyəti necə analiz etmək olar? Havanın qısa müddətli intensiv dəyişməsi ilə ürək və respirator bu nəfəs yollarının xəstəliklərinə ölüm hallarını artıra bilər. İstilik stresini ya da həddindən artıq soyunma yarada bilər. Sağlamlıq ciddi təsir göstərə bilərlər bütün bu faktorlar. Aparılan tədqiqatlara görə 2003-cü ilin yay aylarda Qərbi Avropada ən yüksək hərarətin ölüm hallarının kəskin artmasına səbəb olmuşdu. Həmin vaxtında qeyd alınan ölüm halları hesablamalarına görə ötən illərin eyni dövrdə ölüm hadisələrdən 77 mindən çox olmuşdur. Buyurun, əlavəniz varsa Samir müəllim. Siz də bizə qoşulun dostlar. Bugün efrimizdə sağlam səhərdə ətraf mühit və sağlamlıqdan danışırıq. Sağlamlığa təsirindən danışırıq. İctimai səhiyyə mütəxəssisi Samir Əfəndiyev bizim qonağımızda, amma qısa bir fasiləmiz olacaq dostlar. Fasilədən dərhal sonra yenidən efirdə olacaq. Diqqətiniz bizdə olsun, dalğanı dəyişməyin dostlar. Sağlam səhər, sizin sağlam səyahət rəhbəriniz.
Qısa fasilədən sonra qayıtdıq. 93 FM dalğasındasınız və burası Sağlam Səhərdir. Biz ətraf mühitin görünməyən təsirlərindən danışırıq. Qonağımız ictimai səhiyyə mütəxəssisi Samir Əfəndiyevdir. Sizə suallarınızı 055 93 490 93 nömrəsinə yazıb göndərə bilərsiniz. Samir müəllim sizin suallarınızın hər birini cavablandıracaq. Odur ki, dostlar, vaxt itirmədən suallarınızı yazın, göndərin. Samir müəllim, dolayı istilik effektləri dedikdə nə nəzərdə tutulur əslində? İqlim şəraiti suya və ağcaqanadlar kimi ötürücülər vasitəsilə yayılan xəstəliklər təsir edir. İqlim həssas olan xəstəliklər dünyada olan ən öldürücü xəstəliklər sayəsindədir. 2002-ci ildə təkcə diareya, malariya və zulal kalori çatmamazlığından dünyada 3 milyondan çox ölüm hadisələri baş vermişdi. Onlardan 30%-dan çox Afrikada baş vermişdi. Təşəkkür edirəm Samir müəllim. İqlim və daşqınlar bəs bir-biri ilə əlaqəlidirmi Samir müəllim? Bu da çox vacib bir məqamdır. Dəniz səviyyəsi artması qlobal istiləşməsinin digər nəticəsidir. Sahil boyu rayonların su altında qalması təhlükəsini artırır və bu da əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hal-hazırda dünyanın əhalisinin təxminən 60%-dən çox sahil həddindən 60 kilometrdən məsafəyə dairəsində yaşayır. Misirin Nil çayın deltası, Bangladeşdə Galq çayın deltası və kiçik ada ölkələri kimi tanınan Hind okeanda Maldiv adaları və Sakit okeanda Marshall adaları daha çox təsirə məruz qalan regionlardırlar. Daşqınlar bilavasitə travma və ölümə nəticələnə bilər. Eləcə də su vasitəsilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riskini artıra bilər. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensialı riskini artıra bilər. Təşəkkür edirəm Samir müəllim. Bir də qida haqqında istərdim danışaq. Çünki biz həmişə sağlamlıqdan danışanda sudan danışdıq, hava çirkliyindən, torpaq çirkliyindən və ümumi iqlim dəyişikliklərindən danışarkən qida və qidalanma təhlükəsizliyi nədir? Dinləyicilərimizə bu barədə məlumat verərdiniz. Hər il qida çatmamazlığından milyonlarla insan dünyanı dəyişilir. Həm həyata davam etmək üçün qida maddələrin çatmamazlığından, həm də malariya, diareya və respirator xəstəliklər kimi infeksion xəstəliklərə qarşında aciz qalmasına səbəbindən. Planetimizdə hərarətin artması və düşən yağıntıların rejimin dəyişməsi nəticəsində qida təminatda çətinliklər var. Bir çox inkişaf edən tropik regionlarda məhsulda daha da azalması gözlənir. Məsələn, Mali dövlətində müvafiq tədbirlər görülmürsə, 2050-ci ildən aclıq keçirəninin və bunun bağlı sağlamlıq mənfi təsir olanların sayı 2 dəfəyə artacaq bu ölkədə. Siz də qoşulun bizim efirimizə dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. İqlim dəyişikliyi və ətraf mühit çirklənməsi nədir Samir müəllim? İnsan fəaliyyəti nəticəsində atmosferdə yığılmış enerji saxlayan qazların konsentrasiyası artan və bunun da təbii parnik effekt güclənir. Son zamanları istifadə olunan yanacaq, kənd təsərrüfat fəaliyyəti və bir sıra digər təsərrüfat fəaliyyətləri parnik qazların əsasən karbon qazının artmasıyla gətirib çıxarır. İqtisadi inqilabdan sonra karbon qazının atmosferdə olan konsentrasiya 33%-a artmışdır. Parnik qazların uzun müddəti atmosferdə qalması
iqlimin 10 və hətta 100 illər boyu dönməz dəyişməsi ilə nəticələnə bilər. Bir də ultrabənövşə şua insanın orqanizmə ciddi mənfi təsir göstərir. Azon təbəqəsinin tükəlməsi ilə bu təsiri xeyli artır. BMT-nin hesabatlarına görə 21-ci əsrin yarısındakı stratosferin azonun tükənməsi ilə dəri hərçəngin artması ilə müşahidə olunacaq. Çox təşəkkür edirəm Samir müəllim. Qısa bir fasiləmiz olacaq dostlar. Fasilədən dərhal sonra yenidən efirdəyik. Dalğanı dəyişməyin, diqqətiniz bizdə olsun. Sağlam səhər, sizin sağlam səyahət rəhbəriniz. Efirdəyik dostlar, 055 93 490 93 bizim WhatsApp nömrəmizdir və Samir müəllim ictimai səhiyyə mütəxəssisi bizim qonağımızdır. Samir müəllim, gələcəyin xəritələnməsi hansı tədqiqatlar, proqramlar nəzərdə tutulur? Ümumdünya Səhiyyə Təşkilatı illərdir iqlim dəyişikliyinin yaratdığı sağlam təsir risklərinin əhəmiyyətli olduğunu, dünya yayıldığı və geri qaytarılmasının çətin olduğunu vurğulayır. Son iqlim dəyişiklikləri sağlamlıq üçün müxtəlif nəticələri səbəb oldu. Məsələn, 2003-cü ildə Avropada istilik dalğası zamanı 44 mindən çox insanların ölüm baş verdi. Hazırda iqlim əlaqələri risk faktorlarının və xəstəliklər araşdırılır və qlobal xəstəlik yükünün artmasına səbəb olan ən vacib amillər arasında qida çatmamazlıq ildə təxminən 3,7 milyon insanların ölümünə səbəb olur. İshal 1,9 milyon nəfər və malariya 0,9 milyon nəfər daxildir. Bu cür şərtlər və digər sağlamlıq nəticələri iqlim dəyişikliyinin qida istehsalına, suyun mövcudluğuna və populyasiyadakı vektor və patogenlərin dinamikasına mənfi təsirinə sayəsində getdikcə daha çox yaradacaqdır. Məsələn, sübutlar yüksək temperaturun hündür ərazilərdə malariya yoluxması riskini artıra bilər. Təşəkkür edirəm Samir müəllim. Bəs ətraf mühit faktorlarının sağlamlığa təsiri necədir? Bir neçə ətraf mühit faktorlarının sağlamlığa təsir edir. Məsələn, havanın çirklənməsi, su və kanalizasiya, iqlim dəyişikliyi kimi fiziki faktorlar, xəstəliyə səbəb olan mikroblar, bu bioloji bir faktorlar, kimyəvi çirklənmə kimi kimyəvi faktorlar, zəif mənzil və suyun keyfiyyəti, bir də səhiyyə sistemin mövcudluğu. Ekonomik bir faktor. Enerji mənbələrinin ətraf mühitə təsiri varmı Samir müəllim? Əlbəttə. Müasir dövrdə demoqrafik artımı, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı, insanların rifahı səviyyəsinin yüksəlməsi, nəqliyyat vasitələrinin tələbatının artması paralel olaraq enerji daşıyıcıların olan tələbatı kəskin şəkildə artıb. Uzun müddətli ki, dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işləmişdi. Tələbat dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanmışdı. Lakin bu resursların ehtiyatların azalması, habelə yanacaq növlərin qiymətlərin qeyri-sabit olması, bu yanacaq növlərin istifadəsinin ekoloji təraziliyinin pozulmasında mühüm rol oynaması, gündən bərpa olunan enerji mənbələrinə marağı artırır. Beynəlxalq və regional təşkilatlar hesabatlarına görə bu sayəyə ciddi miqdarda investisiya qoyulması təmin edilir və enerji sistemlərdə bərpa olunan enerji mənbələrin payı
gündən-günə sürətlə artmaqdadır. Samir müəllim, insan və ekosistemlər arasında hansı əlaqə var? İnsan təbii ətraf mühitində həyat uğrunda konkret mübarizədə özünün suni antropogen ekosistemləri yaratmışdı. Təxminən 10 milyon il əvvəl o təbiətin sovqatların toplayan adi resurslardan əl çəkib, bilavasitə öz əmək fəaliyyətinin kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq yaradaraq bu sovqatları özü əldə etməyə başladı. Kənd təsərrüfatı maddələrin yiyələnərək insan təxminən 200 il bundan əvvəl sənaye inqilaba yaxınlaşdı. Müasir mərhələdə o daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəyişməyə və özü istəməsə də hətta onu dalmaq məcburiyyətində qalmışdı. Siz də yazın 055 93 490 93 bizim WhatsApp nömrəmizdir dostlar. Qısa bir fasiləmiz olacaq. Fasilədən sonra yenidən efirdə olacaq. Siz isə dalğanı dəyişməyin dostlar. Bizə yaza bilərsiniz, efirimizə qoşula bilərsiniz vaxt itirmədən. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Sağlamlıq üçün bugün biz efirimizdə ətraf mühit faktorlarından danışırıq. Ətraf mühit faktorlarının sağlamlığa təsirini müzakirə edirik. İctimai səhiyyə mütəxəssisi Samir Əfəndiyevlə siz də bizə qoşula bilərsiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazın, bizim WhatsApp nömrəmizə göndərin. Samir müəllim, biz danışdıq insan və ekosistemlər arasında hansı əlaqə var və insanın tələbatları nələrdir Samir müəllim, bu haqda da dinləyicilərimizi məlumatlandıraq. İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqanizmin normal həyat fəaliyyətini daxili mühitin tərkibini nisbətən sabit sağlamlıqla mümkündür. Tələbat insanın yaşama şəraitində asılılığını təzahür edirən aktivlik mənbəyə vəziyyətdir. Tələbatın iki səviyyəsi ayrılır. Birinci səviyyə vital, sosial və ideal tələbat aiddir. Vital tələbatları insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır. Məsələn, oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun davamı və s. Sosial tələbatı insanın cəmiyyətdə həyatı ilə bağlıdır. Məsəl üçün, diqqətlilik, sevgi, qayğı, qrup və ya cəmiyyətdə norma və ideologiyanı əməl etmək, müəyyən yer tutmaq və s. İdeal tələbatı insanın şuur, düşüncə, idrakin olması ilə əlaqədardır. Həqiqətə və inama tələbatı özünü, ətraf aləmi və aləmdə öz yerini, həyatın mənasını, gözəllik tələbatını, haqq ədaləti və s. dərk etmək. Hansı risk amilləri var bəs Samir müəllim? Risk faktoru müəyyən xəstəliyin bilavasitə səbəb sayılmayan, lakin onun baş verməyə ehtimalını artıra bilən bir faktordur. Bura həyat şəraiti və tərs xüsusiyyətləri, həmçinin orqanizmin ana gəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individualda fərdə xəstəlik ehtimalını artmaq yaxud mövcud xəstəliyin gedişinin və proqnozlarına əlverişsiz təsir göstərməyə qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorlar ayrılır. Əgər risk faktorların bilavasitə xəstəliyin təsir göstərən
faktorlardan da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanılır. Təşəkkür edirəm Samir müəllim. Dostlar, efirimiz davam edir, amma diqqətinizə çatdırmaq istərdim ki, son zamanlar səhiyyə işçiləri arasında və eləcə də ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri də məhz səhiyyə işçilərinin attestasiya prosesidir. Bu proses kimlərə aiddir? Qiymətləndirmə necə aparılır? Ümumiyyətlə bir çox ağılda olan suallar var və mən istərdim ki, biz efirlərimizdə məhz bu mövzuya da yer ayıraq və gəlin ən vacib, belə deyim, ən aktual sualları və onların cavablarını elə öz efirimizdə eşidək dostlar. Mən imtahana hazırlaşmaq üçün DocTest tətbiqindən istifadə edirəm. Lakin buradakı sualların əksəriyyəti köhnədir. Həmçinin suallar üzrə bəzi səhv cavablar düzgün olaraq qəbul edilir. Sualım belədir ki, sertifikasiya test sualları yenilənirmi? Hazırda sertifikasiya sual bazası yenilənməkdədir. Bu yenilənmə qanunvericiliyə uyğun olaraq tədricən aparılır və hər il ümumilikdə 20% təşkil edir. Yenilənmə ilə yanaşı sual bazasında öz aktuallığını itirmiş bir sıra suallar çıxarılır. Lakin təəssüflə qeyd edilməlidir ki, hazırda tibb işçiləri əvvəlki illərdə istifadə edilmiş, bir çox hallarda isə hazırki test bazasında mövcud olmayan suallar və ya bu suallar toplusu üzərində hazırlanmış tətbiqlərdən istifadə edirlər. Təbii ki, tibb işçiləri bu tətbiqlərdə istifadə edilmiş və müasir təbabətdə öz aktuallığını itirmiş sualları gördükdə haqlı narazılıq yaranır. Sertifikasiya imtahanlarına hazırlaşmaq məqsədi ilə Sertifikasiya Şurasının saytında test nümunələri qeyd edilib. Bu nümunələrdə ilk növbədə testlərin hazırlanması zamanı istifadə edilmiş ədəbiyyat göstərilir ki, burada əsas məqsəd tibb işçisini bu ədəbiyyatı və ya klinik protokolu oxumağa sövq etməkdir. Həmçinin tibb işçiləri sertifikasiya imtahanlarında onların fikrinə görə səhv tərtib edilmiş suallara rast gələrlərsə, rahatlıqla müvafiq təsdiq edici istinad ədəbiyyatı təqdim etməklə apellyasiyaya müraciət edə bilərlər. Sağlam səhər, sağlamlığa aparan yol xəritəmiz. Qısa fasilədən sonra qayıtdıq. 93 FM dalğasındasınız və Sağlam Səhərdə eşidilir. Biz ətraf mühitin görünməyən təsirlərindən danışırıq. İctimai səhiyyə mütəxəssisi Samir bəylə sizə 055 93 490 93 nömrəsinə suallarınızı yazıb göndərə bilərsiniz dostlar. Samir müəllim, bioloji risk faktorları hansılardır? Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı xüsusiyyətlərdən aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklər çox vaxt müəyyən milli və etnik qruplara rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabet və başqa xəstəlikləri irsi meyillik də mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkər diabetin, ürək işemiyası xəstəliyin baş verməsinin ciddi faktoru köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəliyin mövcudluğu, məsələn, xronik tonzilit, revmatizm xəstəliyinə səbəb ola bilər. Bioloji risk faktorları və ekoloji risk faktorları da var. Samir müəllim, onlar hansılardır? Bəli, atmosferin fiziki və kimyəvi xəstələrinin dəyişməsi, məsələn, bronx ağciyər xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun atmosfer təzyiqinin və maqnit sahəsinin gərginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəliyinin ağırlaşmasına səbəb ola bilər. Sosial risk faktorları deyəndə hansı amillər nəzərdə tutulur Samir müəllim? Məsələn, alverişsiz mənzil, yaşayış şəraiti, müxtəlif stres vəziyyətləri bir çox xəstəliklərin, xüsusilə ürək-damar sisteminin xəstəliklərinə risk faktoru sayılır. Pis vərdişlər, məsələn, siqaret çəkmə, bron ağciyər və ürək-damar xəstəliklərin baş verməyə risk faktoru hesab olunur. Alkoqoldan istifadə etməsi alkoqolizm, qaraciyər, ürək və başqa xəstəliklərin inkişafına üçün risk faktoru sayılır.
Çox təşəkkür edirəm Samir müəllim və üstünlük təşkil edən risk faktorları deyəndə hansı amillər nəzərdə tutulur Samir müəllim? İbtidai insan mühitində limit faktorlarının təsirindən praktiki olaraq mühafizə olunmamışdı. Onun ömrü də çox olmayıb. Populyasiyanın sıxlığı olduqca aşağı idi. Bu dövrdə yarı aç, yarı toxluq, hiperdinamiya, çox hərəkətlik və yoluxucu xəstəliklər başlıca məhdudlaşdırıcı faktorlar kimi olmuşdur. İnsan yaşamaq üçün özünü ətraf mühiti əlverişsiz faktorlarının təsirindən mühafizə etməyə çalışdı. Bunun üçün o məskunlaşdığı yerdə suni mühit yaratmağa başladı. Lakin buranın da öz risk faktorlarını təsiri göstərir. Bu faktorlardan şəhər mühitində özünü kəskin təzahür edilir. Müasir cəmiyyətdə aşağıdakı risk faktorları üstünlük təşkil edirlər. Bu hipodinamiya, az hərəkətlik, həddindən çox yemək, zərərli vərdişlər, streslər və ətraf mühitin çirklənməsi. Samir müəllimiz, vaxtından qabaq doğulmuş uşaqların artması da ətraf mühit amillərinin təsiri ilə bağlıdırmı? Bəli, o genetik aparatda baş verən pozuntular və dəyişən mühitə adaptasiya ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya məruz qalan mühitlə kəskin disbalansı nəticəsidir. Bunlar digər nəticələrə də, o cümlədən akselerasiyada, insanda boyun artmasında, digər dəyişkinliyə də səbəb ola bilər. Təşəkkür edirəm Samir müəllim. Akselerasiya nədir? O haqqda biraz ətraflı danışaq. Akselerasiya bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyi olması deməkdir. Bunun əsas səbəbi həyat şəraitinin yaşılması, ilk növbədə yaşı qidalanmaqdır. Akselerasiya uşaqların psixi və fiziki inkişafının tezləşməsinə təzahür olunur. Bizim dövrümüzdə yaşlı bir adam 100 illər əvvəlki nisbətən 10 cm hündürdür. Cinsi yetişmə tempində də tezləşmə müşahidə olunur. Akselerasiya sosial şəraitin və qidalanma xarakterin dəyişməsi, əhalinin miqrasiya, irqlərin və millətlərin qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimalı olunur. Günəş aktivliyin dəyişməsi, radiasiya fonunun yüksəlməsi, radio və televiziya şəbəkəsinin artması ilə əlaqədar atmosfer elektromaqnit tərəddüdü ilə doyunması. Təşəkkür edirəm Samir müəllim. Biz yavaş-yavaş efrimizin sonuna yaxınlaşırıq Samir müəllim və efrimizi yekunlaşdırırıq, amma istərdim ki, son olaraq siz də bugünkü mövzumuzla bağlı dinləyicilərimizə öz məsləhətlərinizi verəsiniz Samir müəllim. Nə məsləhətlər görə bilərəm? Bizim şəhərlərimizdə yaşıl zonda və Ümumdünya Səhiyyə Təşkilatı məsləhət görür ki, hər şəhərdə green zones, o yaşıllıq zonalarda və blue zones bu su olan yerlər çox olsunlar da. Mən də məsləhət görərdim ki, bizim şəhərin sakinləri bu yaşıl və su olan yerlərdə daha da çox vaxt keçirsinlər. Bu ümumiyyətlə sağlamlıq üçün çox vacibdir və psixiki sağlamlıq çox vacib olan bir faktordur. Bir də o ekoloji cəhətdən təhlükə
təhlükəsiz olan məhsullardan istifadə etməsi çox vacibdir. Çox təşəkkür edirəm Samir müəllim, minnətdaram sizə gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Dostlar, bugünkü söhbətimiz bir daha göstərdi ki, sağlamlıq təkcə bədənlə yox, mühitlə də bağlıdır. Yer üzündə yaşamaq sadəcə mövcud olmaq deyil, həm də cavabdeh olmaqdır. Gəlin bu cavabdehliyi təkcə öz bədənimizə deyil, ətrafımıza da daşıyaq. Bu Sağlam Səhər idi. 93 FM-də səhəri bizimlə açdığınız üçün təşəkkür edirik. Bizdən bugünlük bu qədər. Sabah yenə eyni saatda eşidilmək ümidi ilə.